Salam, sabahınız xeyir olsun. 24 iyun 2026-cı il tarixidir. Və yay fəslinin 4-cü günü, eləcə də Məhərrəm ayının 9-cu günüdür. Yay fəslinin ilk həftəsinin ilk 3-cü çərşənbə günüdür. Günümüz xeyirli uğurlu keçsin. Dinc qulaqlı, sakit olaraq, xoş xəbərlərlə zəngin olaraq keçmiş olsun. 24 iyun günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar. Eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avatlığı, yol açıqlığı, bol bərəkətli, ruzli, sülhəmnamanlıqlı, firavanlıqlı, dinc qulaqlı, eləcə də gözəl xəbərlərlə zəngin dolu olan bir gün keçirməyi arzulayıram. 24 iyun günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avatlığı, zehin açıqlığı, yol açıqlığı arzularım. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 24 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir dilərəm. 24 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Və bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, gözəl, xoş xəbərlərlə zəngin, sülhəmnamanlıqlı, firavanlıqlı, dinc qulaqlı, bol bərəkətli, ruzili bir gün keçirmələrini arzulayıram. 24 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür, hər birini bu münasibətlə təbrik edirəm. 24 iyun günündə də tarixi hadisələr vardır. 24 iyun günündə baş verən tarixi hadisələr bunlardır. 24 iyun Azərbaycan Respublikasının 2-ci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. 24 iyun Argentina futbolçu Lionel Messi'nin ad günüdür. Bununla yanaşı 24 iyun 1793-cü ildə Fransada ilk Respublika Konstitusiyası qəbul edildiyi gündür. 24 iyun 1812-ci ildə Napolyon Rusiyaya yürüşə başladığı gündür. 24 iyun 1859-cu ildə İsveçrə iş adamı demək Henri Duan İtaliyada Salfarina müharibəsindən sonra Beynəlxalq Qızıl Xaç Cəmiyyəti qurmağa qərara gəldiyi gündür. Bununla yanaşı 24 iyun 1901-ci ildə Pablo Picasso'nun əsərlərinin nümayiş etdirilməyə ilk dəfə başlandığı gündür. 24 iyun 1913-cü ildə Yunanistan və Serbiya Bulqaristanla əlaqələrini kəsdiyi gündür. 24 iyun 2002-ci ildə Azərbaycan Respublikası ilə Beliz arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.